Bugün əksər xristianlar yalnız ata tanrı olduğuna inanırlar. Lakin müqəddəs kitabın orijinal mətnində tanrıya əksər hallarda çoxlu şəkildə Elohim kimi istinad edilir. Əgər yalnız ata tanrı varsa, tanrı tək bir formada təsvir edilməli idi. Bununla belə müqəddəs kitab əhdiyyətikdə təxminən 2500 dəfə tanrını Elohim adlandırır. İbrani dilində El və ya Eloah tək formada tanrı deməkdir. Halbuki müqəddəs kitabda tanrını təsvir etmək üçün təxminən 2500 dəfə istifadə olunan Elohim tək deyil, cəmdir. Bu o deməkdir ki, ata tanrı bizim üçün yeganə xilaskar deyil. Müqəddəs kitab tanrını cəm formada biz kimi ifadə edirdi. Sonra Allah dedi, öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Bəs onda biz adlandırılan tanrı Elohim nə kimi bənzərlikdədir? Allah insanı öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı. Tanrı kişini və qadını öz surətində yaratdı. Bu o deməkdir ki, Tanrı kişi obrazı ata və qadın obrazı ana kimi də mövcuddur. Buna görə də Tanrı özünü biz kimi cəm formada ifadə edir. Göyləri və yeri yaradan və bizi xilas edən Tanrı Elohimdir, yəni ata Tanrı və ana Tanrı.